Salam değerli əziz izləyicilərimiz. Bu günlər Binə qəsəbəsində, Savxoz ərazisində sizin üçün gözəl bir dənə şəxsi evin çəkilişinə gəlmişik. 3 sotda 5 otaqlı evdir dostlar. Evimiz tam asfaltın üzərindədir dostlar. 2 dənə məktəb evin yanındadır. 37 nömrəli məktəbdir, bir də Laçın məktəbi yanındadır. Değerli dostlar, evimiz tam təmirlidir. Asfaltın üzərindədir. Göstərim sizin üçün. Evimizin çöl darvazasıdır. Asfaltdır gördüğünüz kimi. Evin tam yanında da magazinidir, marketlerde. Yani stoy materiallı. Işık sayğacımız 3 fazadır dostlar. 3 fazadır. Padvalı boy verir. İnşallah padvalına da sizi tanış eləyəcəm. Kombimiz buradadır. Gördüğünüz kimi işləyib vəziyyətdədir. Fazamız da buradadır. Işık faza. Yani ki fazanı değişmək olur. 2'ye de koymaq olur. Ev gəlsə deyir. Həyətimizdə belə bir ayaq yoludur. Değerli dostlar. Tam ətraflı sizin üçün çəkirəm videonu. Həyətimizin ayaq yolusudur. Sizden xahiş edirəm dostlar. Videonu sonucan izleyin ki videonun sonunda qiymət deyilir. İndi keçirik padvala dostlar. Buradan padvala daxil olunur. Gördüğünüz kimi böyle bir yerdir. Bu hissəsi də istipolun sistemi çəkilib deyə göstərim sizin üçün. Qalxağın evə girəyin. Evimiz tam təmirlidir. Değerli dostlar, girişte böyle bir koridorumuz. Bu hissədə bir dənə böyle bir yataq otağıdır, uşaq otağıdır. Burada bizim sol tərəfdə sanuzelimizdə qəşəng geniş asma tavandır. Bu bizim ikinci yataq otağımızdır. Bu hissədə şkaf yığılıbdır değerli dostlar. Gördüğünüz kimi. Burada bizim üçüncü yataq otağımızdır. Burada bizim dördüncü yataq otağımızdır. En geniş yataq otağımızdır. Burada mətbəxdir dostlar. Mətbəximiz də qəşəng genişdir, otaqdır. Həqiqətən də çox qəşəng geniş mətbəxdir. İndi keçəyim sizi zalı ilə, yəni qonaq otağı ilə tanış edəcəm. Bu hissəsi qonaq otağıdır. İki tərəfdən də gördüyünüz kimi pəncərədir. Değerli dostlar, buradan setkanı açırsınız. Bu hissəni belə açıb evin arxasına keçmək üçündür. Değerli dostlar, evimiz çok güzel, keyfiyyətli. Özünə məxsus şəxsi evdir. Qaz, işığı, internet, suyumuz artisandır 24 saat. Telefonumuz da mövcuddur. Evimizin qiyməti 98.000 manata deyilir değerli dostlar. Bu güzel evi qaçırmayın. Həqiqətən də gözəl evdir, səliqəli evdir. Hər kəsə məsləhət görməsi evdir. Allah alanı satana da xeyir versin. Bu ev sizin olabilir dostlar. Sağ olun, var olun.